Salam salam uşaqlar, bugün saçımı qızıl rəngə boyayırıq. Şap 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 şap. Demək olar ki 2 aydır saçımı boyamıram. Bu arada sizə baxmalıyım, yenə özümə baxıram. Saçımın rəngi artıq qızıldan qəhvəyə falan çalır. Yəni qızıl deyil. Qızıl deyəndə ki qırmızı deyil. Türklər qızıl deyil, amma Azərbaycanda yəqin qırmızıdır. Bu iki boyanı istifadə edeceğim. Bu ikisini istifadə edəndə bütün saçıma çatır. Ona göre bunlardan istifadə edirəm. Birinin nömrəsi həmişə saç rəngimi soruşurdunuz deyə. Həqiqətən milyon nəfər soruşub. Milyon olmasa da bir 1000 nəfər falan soruşub. Ki 55-46 bir dənə bunu istifadə edirəm. Amazon Red. Bir də 565. Bu da çilek kırmızısı. Strawberry Red. Bunları karıştırıp saçıma yakacağıq. Bunun için lazım olanlar bir de ədəd diş fırçası. Bu anamın diş fırçasıdır. Eyb yoxuna təzəsini alaram. Əslində saç boyamaq üçün ləvazimatlar vardı. Fırça, daraq və qabı. Amma müvəqqəti evimi dəyişdiyim üçün digər evim evdə qalıb, digər evimdə. İnşallah mənim də evim olar, nə vaxtsa. Ona göre hal-hazırda onlardan istifadə edə bilmirəm. Boyanı bunda tutacağım. Təzə cicişlər almışam özümə. Təzə kofta aldım, nətərdir? Bir də təzə şalvar aldım. Amma gözükmüyor. Neyse, təzə paltarlarımı dəyişib gəlirəm. Belə bir lazımsız kofta giyindim. Yəni heç yerə giyinmədim. Sadəcə evdə giyindiyim bir kofta. Uzun qol giyindim ki qollarım falan boyanmasın. Həm boğazıdır, boğazım da boyanmasın. Burada da Alice. Bir gün evdə olmamışam deyə mənim üçün darıxıb. Belə. İlk olaraq bunun qapağını kəsim ki rahat olsun mənə. Belki bu sonuncu dəfə saçımı kırmızı eləməyimdir. Çünkü sanki birazcık böyümüşəm və kırmızı renk daha az yaşlılar üçündür deyə düşünürəm. Bilmirəm, bəlkə də yaşlılık sendromuna girmişimdir. Bilmirəm. Saçımı çox yıpratmışam deyə boyayla. Tünd bir qəhvəyi rəngə boyayıb sonra bir uzun müddət boyamamaq istəyirəm əslində. Ona görə saçım dəhşət yıpranıb. Keçən videoda saçımın yıpranıqlığına görə krem almışdım və o krem mənə çox kömək oldu. O kremi sevirəm çünki onu çəkməsəm saçımı daraya bilmirəm, yəni o vəziyyətdədir. Bunu böyle açıp böyle deşirik. Ve necə gösterim. Mayan tarlasında. Mikrofonum da burada. Saçım aşırı çox olduğu üçün mən 2 qutu istifadə edirəm. Sizin saçınız qısadsa, yəni saçım aşırı uzundur, ona görə 2 qutu istifadə edirəm. Sizin saçınız qısadsa 1 qutu da bəs eləyir, çünki içində 2 dənə boya var. Mən bunları kafama görə qarışdırıb saçımı boyayıram. Yəni bilmirəm əslində bunların rənginin birinə təsiri vardır yəqin ki. Karıştırdım, saçımı boyadım, renk hoşuma geldi. Ona göre bundan sonra belə elədim. Aslında bu boyaları tapmayanda fərqli qırmızıları da karıştırıram. Yəni mənim üçün çox böyük bir fərq eləmir. Amma daha çox bunları alıram. Bir ildir saçımı qırmızı eləyirəm. Aslında peşman deyiləm saçımı qırmızı eləməkdən. Məncə qırmızı rəng mənə çox yaraşır fikrimcə. Əvvəlki saçımdan daha çox yaraşır. İnşallah evi boya eləmərəm, çünki ev mənim deyil, ev sahibi məni öldürə bilər ya da evdən qova bilər.
Zaten pişiyim divarı falan cızır eləyir. Pişikdən şikayət gəlir. Buna qayıracam, nə edəcəm bilemiyorum. Bilemiyorum. Öz eviniz yoktursa pişiyi sahiplenmeyin çocuklar. Ben saç kremini de içine tökeceğim. Birazcık çok olsun diye. Siz tökmeyebilirsiniz. Saçım aşırı çok olduğu için. Hiçbir şey yetmiyor. Bundan aslında yani biraz da lazımdı. Bu azdı. 2 kutu boyaya bu azdı. Ama elimizde bu kadardı. Ne yiyebilirik? Bunu da töküp güzelce karıştırmak lazımdı. Şimdi bunu güzelce karıştıracağız. Tam her tarafına güzelce karışmalıdır. Boya ile oksidan. Ben ikisini de bir yerde tutmuram ki, yarı-yarı eləyirəm ki. Çünkü yani boyanın boyama müddəti var da. Yarım saat ərzində boyayır, bitir. Mən isə bunu 2 saata saçıma qoyuram. Yəni 1 saata yarısını, 1 saata da digər yarısını qoyduğum üçün yarı-yarı tuturam, boyanın keyfiyyəti itməsin. Yəni belə düşünürəm. Məncə belədir. Sizcə belə olmaya bilər. Məncə boyamız bayağı qarışdı. Alice hokka veriyor. Geçen görünür. Çok yoğurta benziyor. Çok geçen görünür. Kaşımda birazcık sabitleme geli olduğu için kaşımdaki şeyi silirəm. Çünkü kaşıma da renk vuracağım. Saçımın rengi qəhvəyə, qaşım qapqara. Bir də bu qaşım çox aşağıdadır. Məni bunu narahat eləyir. Nəysə. Burada qaş çıxartmalıyam. Nə qaş çıxardırsa mənə tövsiyə eləyə bilərsiniz. Amma kesin çözüm. Dərmanzad ola bilər. Yoxsa yağzadla inanmıram nəsə qaş çıxsın. Çünki səbrim yoxdur. Onu bir il istifadə eləyəsin, yerə qaş çıxsın orada. Mənim səbrim yoxdur. İstəyirəm ki, bir həftə istifadə eləyim həmin dərmanı. Yəni orada sürtüm. Qaş çıxsın. Belə bir şey istəyirəm. İndi nə edirik? Saçımı yığırıq. Yoxsa əslində buralara vazelin çəkəndə deyirlər ki, şey olmur. Boya rənglənmir. Məndə vazelin yoxdur. Digər evimdə qalıb. Ona görə bu lip balmdan çəkəcəm. Məncə bu da vazelin kimi bir şeydir. Bunu çəkəcəm. Bilmirəm. İnşallah işe yarayar. Buralarıma, her yerime bunu çəkirəm. İşe yarasa siz de bunu alıp boyayanda çəkebilirsiniz. Ben salona ilk dəfə demək olar ki 1 ay önce falan getdim. O da saçım yanmıştı. Uşaqlar, saçım yandı. Ad günündə əmi qızıma tort yedizdirəndə saçım alov aldı. Əməlli başlı saçım yandı ve sonrasında getdim salona ki, Alice imkan vermir danışım. Getdim salona ki, bunu her yerime çektim. İnşallah işe yarayar. Yanmış yerleri kəssinlər, kəsdilər, düzəltdilər saçımı. Bunu her yere çektim. Qaşıma çəkəndə də qaşımın ətrafına çəkərəm, hələ indi çəkmirəm. İğrenç bir görüntü olmasın. Neyse. Halını görürsünüz. Yandırmışam. Çalı süpürgesine oxşuyur. Umrumda mı? Evet, umrumda. Saçlarım umrumda. Arada saçlarımı kestirmeyi istedim. Sonra dedim ki Şabaş kendine gel. Kestiremezsin. Bunu güya işletmeyecektim. Broşkamın şekerliği. Neyse. Kız olmak çok çetindi. Bunu demiştim. Okey.
Şurada buraları göstermeye ihtiyaç var. Boyayıp darayırıq. Şu. Belə. Boyayıp bitirəndən sonra tamam halını göstərərəm. Ya da biraz boyayım. Alice de mən yatanda yatır, mən duranda durur, hoqqa verir. Kaş ki mən duranda yatsa, mən yatanda dursa, elə olmaz da yəni. Neynəsin, yazıq tək-tək oynasın. Heç olmasa, deyir ki, anam baxır, birazcıq oynayım, özümü göstərim. Yaxınlarda dişimə tel qoydurmaq istəyirəm. Diş teli, breket. Çünkü üst çenem arkayadır. Bunu 25 yaşında fark etmeyim. TikTok videolarımı çekenden sonra üst çenemin arkaya olduğunu fark elədim. Çünkü çenemi çok linçləyirdiler. Ben dedim yəqin yani hiçbir çenem hakkında nəsə yorum gelmemişti mənə ətrafımdan ki, sənin çenen əyridir. Ama TikTok'ta bayağı gelir. Ona göre breket taktırıp üst çenemi düzelteceğim. Bildiğiniz diş hekimi varsa bana tövsiye edebilirsiniz. Üzüme ışık vurmur diye çok çirkin görünürüm. Belki ışık taxım. Mayın tarlasında ışık taxıb geldim. Burada heç nəyi görmədiyim üçün gedib hamamda güzgüdə eləyib, hamısını elib gəlirəm. 2 saat sonra saçımı qaşımı boyadım. Bok gibi gözükürəm və burada bir facia baş verdi. Qaşlarım da bok gibi. Allah saçımı yuyub, qurudub gəlirəm. Bekleyin beni. Ve saçımı boyayıp geldim. Boyanın üstünden aslında bir hafta falan keçib, bir dəfə də duş almışam, hatta 2 dəfə duş almışam. Son halı belədir, güneşte belə görünür. Mükemmel. Kırmızı ve vişne kırmızısı ile normal kırmızının karışığı. Aliş. Burada da Aliş'imiz. Düş. Necədir? Beğendiniz saçımın rengini? Ayda çok qəşəngdir bence. Bu renk bence mənə çox yaraşır. Çok qəşəngdir. Və mən saçımı evdə boyadığım üçün yandırmışam, uclarım məhv olub. Siz evde saçınızı boyayacaqsınızsa, yani bunu nəzərə alıb boyayın. Yəni evdə saçınızı boyasanız saçlarınız yana bilər. Sağ olun, videonu bəyənməyi, abunə olmağı unutmayın. Bay bay. Mükemmel.